Salam, hər birinizi xoş gördük dəyərli izləyicilər, əziz müdavimlər. Sizlərə bu gün interaktiv təlim mövzusu haqqında ilk hissə izahımızı verəcəm. Əgər bu tipli videolarımızın davamlı olmasını istəyirsinizsə, kanala abunə olmağı, videoları bəyənib paylaşmağı unutmayaq. İlk olaraq müəllimlər, ümumiyyətlə interaktiv təlim necə bir təlim modelidir? Biz öyrəndiyimiz kurikulumda, yəni izahını verdiyimiz mövzular bu şəkildə qeyd edək. Demək olar ki, əksəriyyəti, yəni böyük bir faizi şagird yönümlülüyə dayanır. Düzdürmü? Şagird yönümlülük nə idi? Şagirdin marağının, ehtiyacının nəzərə alınması. İnteraktiv sözünün mənası da qarşılıqlı əlaqə üzərində qurulan deməkdir. Yəni bu təlim, interaktiv təlim şagird yönümlülüyü dəstəkləmiş olur. Bu qarşılıqlı əlaqə deyəndə həm müəllim-şagird əlaqəsi, həm şagirdlər arasında bir işçi qrupu atmosferinin yaranmasını biz nümunə göstərə bilərik. Yəni burada əlaqə fərdi şəkildə deyil, yəni şagird ancaq özü tapşırıqların üzərində işləmir. Qarşılıqlı şəkildə həm ünsiyyət şəklində, həm şagird burada sosiallaşmış olacaq. Yəni bu şəkildə əlaqələnmə baş verir. Müəllim də bir fasilitatordur. Yəni neynir? Bələdçilik edir şagirdə. Bəs interaktiv öyrənmənin nə kimi faydaları var? Birinci, interaktiv öyrənəndə, yəni qarşılıqlı əməkdaşlıq olanda, bir işçi qrupu atmosferi yarananda təbii ki, öyrənmə və anlama inkişaf edir. İkinci, şagird prosesdə əvvəlki kimi müəllimdən asılı olmur. Yəni dərsimiz mühazirə tipinə dayanmır. Şagirdimiz müstəqil olacaq. Öyrəndiyini aktiv şəkildə, praktik olaraq nəzərdən keçirdiyi üçün artıq bizim burada effekt alma şansımız daha çoxdur. Və qarşılıqlı fəaliyyət nəyin qarşısını alacaq? Passivlik. Yəni interaktiv təlim, müasir təlim necə təlimdir? Aktiv təlimdir. Şagird öyrəndiyindən özü üçün bir məna çıxarır. Nəyin qarşısı alınır? Passivliyin qarşısı alınmış olur. Bəs yaxşı, interaktiv dərs mühitini desəz ki, bunu biz sinifdə necə quraq və yaxud da ki, necə yaratmaq olar? Birinci, cəlb etməni, yəni maraqlı bir başlanğıc eləməliyik ki, şagird dərsə cəlb olunsun. İstər, məsələn, belə deyim, mən əgər dərsin başlanğıcını maraqlı eləsəm, daha çox şagirdlərin diqqətini biz çəkə bilərik videolar, müəyyən slaydlar vasitəsilə ki, şagirdin diqqəti dərsə cəlb olunur. İndi daha fərqli də eləmək olar. Bu metod artıq müəllimdən müəllimə dəyişən bir şeylərdir. İkinci, praktik tətbiq. Ümumiyyətlə, bir var nəyisə nəzərə öyrənəsən, bir var praktik. Praktik olan bir şeylər, yəni əyani göstərir. Şagirdin diqqətini daha cəlb eləyər. Düzdürmü? İndi cəlb etməni deyəcəm necə qurmaq olar. İşçi qrupu atmosferi. İşçi qrupu atmosferi nədir? Yəni sinifdə hər kəs işləyir, bir qrup işləsin, digər qrup kənarda qalsın və yaxud da ki, ancaq müəllim leksiya, mühazirə desin. Yəni bu tip təlim mühitindən uzaqdır interaktiv təlim mühiti, şagird yönümlü mühit. İşçi qrupu atmosferi yaranır. Sonra müəllim də şagirdlərlə bərabər fəaliyyətə cəlb olunur. Müəllim şagirdin əvəzinə düzdür. İş görmür. Müəllim kənarda, yəni şagirddən bir addım geri durur və şagirdi neyniyir? Məqsədə çatmağa doğru edir. Fasilitator müəllimdir. İkinci hissədə biz bəhs edəcəyik bundan. Fasilitatorluq edir. Fasilitatorluq nə deməkdir? Düzdür. Fasilitator şagirdin əvəzinə sizcə qərar verə bilər? Xeyr, fasilitator müəllim şagirdin əvəzinə heç bir qərar vermir. Amma fasilitator müəllim səmərəli qərar verməyə kömək edən şəxsdir, müəllimdir. Yəni müəllim də şagirdlərlə bərabər, şagirdlərdən bir addım geridə fəaliyyətdə olur. Sonra keçirik. Cəlb etməni necə qura bilərik? Yəni keçmiş biz cəlb etməni necə adlandırırıq həm də? Motivasiya. Yəni istənilən bir fəaliyyətdə motivasiya cəlb etmə əgər uğurlu qurulsa, biz oradan nəticə ala bilərik də, düzdürmü? Hal-hazırda siz kurikulumu öyrənirsiniz, məqsədsiz şəkildə sizə lazım olmasa onu öyrənərsinizmi? Təbii ki, bu artıq sual altındadır. Yəqin ki, öyrənmək istəyən nə bilim 1% müəllim olar, yoxsa yox. Deməli, cəlb etmə necə qurulur? Birinci, maraqlı bir başlanğıc eləyə bilərik. Bu başlanğıcımız video şəklində də ola bilər, maraqlı bir əhvalat da danışa bilərik və yaxud da ki, müəllim öz təcrübəsindən danışa bilər. Düzdürmü? Maraqlı başlanğıc. İkinci, vizual alətlər. Baxın, mən ola bilər ki, şagirdə
nə bilim, kütlə ilə bağlı tərəzi haqqında məlumat verirəm. Tərəzi haqqında uzun-uzadı danışmaqdansa, onu vizual olaraq göstərə bilərəm. Və yaxud da ki, coğrafiya dərsində şagirdə uzun-uzadı xəritələrdən danışmaqdansa və yaxud da ki, qoruqlardan, meşələrdən danışmaqdansa, praktik olaraq onu şagirdə göstərə bilərəm. İndi vizual alətlərdən söhbət getdiyi üçün biz ancaq alətlərdən bəhs edirik. Növbəti musiqidən istifadə. Məsələn, tutalım Üzeyir Hacıbəyov haqqında musiqi dərsində şagirdlərə məlumat verirsə, onun musiqi parçalarından istifadə etmək olar, düzdürmü? Və yaxud da ki, tarix dərsində Şah İsmayıl Xətai bununla bağlı müəyyən bir musiqi parçasından istifadə edə bilərik. Buzqıran nədir? Buzqıran ümumiyyətlə bu soyuq münasibətlərdən yaranır və dərsdə də adətən şagirdlər arasında şagirdlərin daha çox bir-birini yaxşı tanımamasından irəli gəlir buzqıran bu soyuq münasibətlər və burada da biz nədən istifadə edə bilərik? Buzqıran strategiyalarından istifadə edə bilərik. Bunlara mən gəlin sizə bir neçə nümunə göstərim. Deyirəm ki, məsələn, uşaqlar sinifimizdə məktəbə daha yaxın kimlər qalır? Məsələn, Həsən, Əli, Vasif əl qaldırır ki, biz məktəbə daha yaxın qalırıq. Beləcə bu şagirdlər arasında bir belə deyim də yaxınlıq, isti münasibət meydana gəlir. Və yaxud da ki, müəyyən bir kitab deyirəm ki, uşaqlar, məsələn, bu kitabı kim oxuyub? Yenə 4 şagird əl qaldırır ki, hə, mən bu kitabla, bu şeiri bilirəm və yaxud da ki, bu musiqini eşitmişəm. Beləliklə, bu şagirdlər arasında bir isti münasibət yaranır. Bu buzqıranlar. İndi buzqıranlar haqqında gələcəkdə öyrənəcəksiniz daha geniş. Növbəti hərəkətlər, bax, jestdir, mimikadır, əl-qol hərəkətləri ilə şagirdləri ələ almaq olur. Demirəm ki, 100%, amma ələ almaq olur. Əyani vasitələrdən istifadə. Məsələn, bir var kompüter haqqında informatika dərsində danışasan və yaxud da ki, sistem bloku haqqında danışasan, daha sonra kompüterin nə bilim müxtəlif hissələri haqqında danışasan, amma onu əyani göstərmək daha çox effekt verər. Nəinki mən boş-boşuna danışım. Çünki mən quru-quru danışsam, nəyisə, belə deyim də, qeyri-verbal keçmişik. Vizual olaraq göstərsək, onda daha çox effekt ala bilərik. Bir var sistem blokundan danışım, ana lövhədən danışım, amma onu əyani olaraq şagirdlərə göstərsək, daha çox effekt ala bilərik. Yenə də hər hansı bir məkandan danışırıq, Qız Qalası haqqında şagirdlərə danışırıq. Əgər şərait varsa, Qız Qalasına gedib tanış ola bilərik, İçəri şəhərə gedib tanış ola bilərik, düzdürmü? Hekayə oxuya bilərik müəyyən, həmin hekayənin içində deyə bilərik ki, müəyyən səhv buraxılıb, crossword işləyə bilərik, əvvəlki dərslərlə əlaqə və sair şəkildə cəlb etməni qurmaq olar. İndi bu siyahını uzatmaq olar, yenə də deyirəm. Müəllimdən müəllimə görə dəyişə bilən bir metoddur. Bəlkə sizin daha fərqli, daha gözəl bir cəlb etmə metodunuz olacaq. O hissəyə artıq biz nə edirik? Qarışmırıq. Və bəzən olur ki, yəni dərsi nə qədər maraqlı qurursan qur, cəlb etmə orada baş vermir. Bəs bunun səbəbi nədir? Birinci ola bilər ki, bizim şagirdimiz sualı anlamayıb, yəni sualın nə olduğunu başa düşmədi. Bu zaman aktiv cəlb olunma baş verməyə bilər. İkinci, ola bilər ki, şagird, mən məsələn 25 şagird var, onlardan 23-ünü cəlb eləyə bilmişəm, amma 2 şagirdim diqqətdən kənarda qalaraq dərsə cəlb olunmuyor. Üçüncü ola bilər ki, müəyyən problem ola bilər. Bunlar ailə daxilində problem ola bilər, psixoloji problemlər ola bilər və yaxud da ki, şagird bullyingə məruz qala bilər. Yəni, bu halları nə etmək lazımdır? Araşdırmaq lazımdır. Bunlar da aktiv cəlb olunmamanın bəzi səbəbləri də siyahını yenə qeyd edirəm, uzatmaq olar. Bəs yaxşı, refleksiya nədir? Hə, bir də onu qeyd etməyi unutdum ki, ümumiyyətlə cəlb etmədən öyrənmə, yəni cəlb olunmanı əgər mən düzgün qura bilmirəmsə, deyir, nə qədər cəlb etməni uğurlu qursan, o balığı qarmağa keçirmək kimidir. Necə balığı biz qarmağa keçirəndə, belə deyim də, yem deyirsiniz, nə deyirsiniz, onun istifadə olunur ki, balığı cəlb eləmək üçün. Mən də əgər dərsi düzgün qurmaq istəyirəmsə, o qarmağa, yəni şagird tərəfi atdığım qarmaqda düzgün üsuldan, daha cəlb edici bir vasitədən istifadə eləməliyəm ki, şagird cəlb olsun. Keçən indi refleksiya. Refleksiya artıq dərsin son fəaliyyətlərindən biridir. Deyir ki, refleksiya etmədən öyrənmə, qidanı çeynəmədən udmaq kimidir. Yəni, ola bilər ki, şagird müəyyən nələrisə öyrənib. Biz necə qidanı çeynəmədən udanda müəyyən fəsadlarla qarşılaşa bilərik və yaxud da ki, o qidanın dadı ilə tanış olmarıq. Bax, refleksiya etmədən öyrənmə də şagirdin nəticəyə çıxmamasına səbəb ola bilər. Və bunun da bəzi fəaliyyətləri var. Şəxsi jurnallar burada şagirdin həftəlik
qeydləri olur ki, həftəlik müəyyən qeydlər eləyirlər və bu da yekun qiymətləndirmə zamanı müəllimlə paylaşıla bilər ki, məsələn, bu həftə bu fəaliyyətlərdən, bu üsullardan istifadə elədim. Yəni müəyyən qeydlərdir. İkinci müzakirədir. Müzakirə bir beyin xəritəsidir. Bunu belə yadda saxlayın. Nə olacaq? Beyin xəritəsi. Və müzakirədə eyni zamanda metakognitiv fəaliyyətlər də var. Müzakirədə nələr var? Metakognitiv fəaliyyətlər və beyin xəritəsi. Və müzakirə zamanı artıq müzakirə eləyəndə şagird öyrəndiyindən özü üçün bir məna çıxarır da. Yəni mən nə öyrəndim? Bu öyrəndiyimin əhəmiyyəti nədir? Yəni əgər şagird öyrəndiyindən özü üçün bir məna çıxarırsa nə olacaq bu? Müzakirə olacaq. Müsahibə gələcəklə bağlıdır yoldaşlar. Nə ilə bağlıdır? Gələcəklə bağlıdır. Yəni şagird bu gün öyrəndiyindən gələcəkdə harda istifadə edəcək? Məsələn, elə sizə nümunə göstərəcəm. Kurikulumu öyrənirsiniz də, kurikulum sizə harda lazım olacaq? Müəllimlərin işə qəbul imtahanında, sinifi idarə etmədə, sertifikasiyada. Yəni bu gün öyrəndiyindən gələcəkdə harda istifadə edəcəksə, bu müsahibə strategiyası ilə cavab tapmış oluruq. Sorğu suallar texnikasıdır. Deyir, yaxşı tərtib olunan suallar qarşılıqlı inama, etimadə əsasından bir mühitin qurulmasıdır. Daha çox anket tipli olur və sualların texnikasıdır. Cümlə kökü hazır ifadələr verir bizə. Hazır ifadə bizə deyəndə şagirdə. Hazır ifadə verməklə şagirdi danışmağa, düşünməyə sövq edir. Düzdürmü? Cümlə kökləri şagirdi danışmağa, düşünməyə sövq edir. Məsələn, deyirəm ki, bugünkü dərsdə istifadə etdiyim fəaliyyətlər nöqtə oldu. Həmin o boşluq tapşırıqları görmüsünüz də yəqin, düzdürmü? O boşluğun yerini əgər şagird özündən müəyyən ifadələr yazmaqla istifadə edirsə, tamamlayırsa, bu cümlə köküdür. Və cümlə kökü strategiyasında, texnikasında şagird nədən başlayacağını bilir. Başlayacağını nə eləmiş olur? Bilir. Növbəti özünü qiymətləndirmə, bu artıq şagirdin özünü qiymətləndirməsidir. Burada bizim iki fəaliyyətimizdə. Bir, özünü qiymətləndirmədə, bir, müzakirələrdə. Metakognitiv proseslər var. Metakognitiv nə var? Proseslər var. Çıxış bileti, müəllimlər, çıxış bileti biz necə asan xidmət mərkəzlərində bunu izah eləmək üçün qeyd edirəm. Çıxanda müəyyən bir prosesdən istifadə edirsiniz, müəyyən nə deyirlər ona, prosedurdan istifadə edirsiniz. Belə deyim də, çıxışda sizdən soruşurlar ki, fəaliyyətdən razı qaldınızmı? Müəyyən bir xidmət, xidmətdən istifadə edirsə, xidmətdən razı qalıb qalmadığınızı soruşurlar. Bu dərsin sonunda da belədir. Məsələn, bugünkü dərsdə nə öyrəndin, yoldaşlarınla münasibətin necə idi, ünsiyyət qura bildinmi, uğurlu olduğun məqamlar nədir, gəlişdirməli, yəni inkişaf etdirməli olduğun məqamlar hansıdır? Bu tipli suallara şagird nə etmiş olur? Cavab tapmış olur. Burada da deməli bizim ən çox istifadə elədiyimiz metod 3-2-1 metodudur. Məsələn, 3 öyrəndiyin, bugün öyrəndiyin 3 məqam. 2-yə nə qeyd edə bilərik? Tutalım ki, bunu təbii ki, orada sizə hazır şəkildə verilib, amma dəyişə bilərsiniz. Deməli, 3-ə yazdınız bugün öyrəndiyiniz 3 məqam. 2. Burada məsələn qeyd eləyə bilərik ki, maraqlı olan 2 məqam. Bir də hələ aydın olmayan 1 məqam. Yəni bu şəkildə 3-2-1 strategiyasından istifadə edə bilərik. Dərsin birinci hissəsinin izahı bu qədər. Növbəti etapda biz sizinlə sual-cavab texnikasından davam edəcəyik.